arkadaşlar bugün sizinle ne video çekeceğim başlama bildiğiniz gibi bugün sizinle Sony Intellect bir gecemi keçirdir. Sony Intellect'e bir gecemi keçirdirəm. Yəni ki dostlarım, Sony Intellect mənə görevlər verəcək, mən də tapşırıqlar verəcək, mən də ki onlara yerinə yetirməyə çalışacağım, görək nə tapşırıqlar verəcək. Bu arada dostlarım, belə videoların davamı üçün aşağıdan kanala like atıp abone olmağı ve aşağıdan çıxan Instagram səhifəmdəki follow atmağı unutmayın. İndi dostlarım, çox uzatmaq istəmirəm. Yeni keçək video. Hop, növbət dostlarım. Mən yazım, ChatGPT-yə yazım. Kopyalamışdım əslində yazacağım şeyi, kopyaladım. Daha doğrusu yazmadım. İndi dostlarım, ilk görevimiz nə verir? ChatGPT-nin ilk görevini oxuyuram. Otaqda olan və uzun müddətdir istifadə etmədiyim bir əşyanı tap, onu kameraya göstər və onunla bağlı ən maraqlı və ya gülməli xatirəni danış. Sonra həmin əşyaya yeni bir funksiya tap. Məsələn, köhnə bir oyuncağı qələm qabı ilə. Tam başa düşmədim, amma danışa bilərəm də. Onun haqqında bir məlumat verə bilərəm sizə. İndi dostlarım, gedim əşyanı tapım gəlirəm. Dostlarım, araşdırdığım əşya olaraq, baxın, əşya da deyil tam olaraq. Əşya deyim, dəftər deyim, tam olaraq dəftərdir. Bu arada dostlarım, səsim tutulub, səsimi görə üzüllü hesab edin məni. Dostlarım, belə bir dəftərdir. Mənim dostlarım, əvvəlki YouTube kanalımın dəftəridir. İçində də dostlarım, belə qəşəng yazılar var. Belə buralarını qəşəng rəhləmişəm, desenlər. Sonra burada tikişlə özüm tikmişdim. Bunu Davud yazmışam. Bayramlı Davud. Kanalımın adı elə idi. İndi girib yazsaz YouTube'da çox tanaram videolarına baxsaz. Çünki orada videoların daha pisi. Baxın dostlarım, belə bir rəsmlər falan çəkmişəm. Bunu dostlarım, səhv etmirəmsə bu kanalda aktiv olmağa 2023-cü ildə başladım, səhv etmirəmsə. Kanalımın adı Bayram Davud idi. Bu arada bunu hər hansı dərsə düzəltmişdim, tam yadımda deyil, amma Steam keçmədi o vaxtı. Təxminən dostlarım, təsvirin və sənət zat dərslərində düzəltmişdim bunu, özüm düzəltmişdim. İçində əslində bir dənə qız var idi, o da ki mənə bunu düzəltməkdə kömək etmişdi. İndi dostlarım, bunun bir önəmi qalmayıb, çünki bizim orada daha gözəliniz var, gətirin gəlirəm. Dostlarım, artıq ondan daha gözəli var. Baxın, arxasında da ki yazılar, bunu tək başına hazırlamışam. Bu. İçinə hələ dostlarım, heç nə yoxdur. İçindəki inşallah yazacağım. Qoyduq deməli dostlarım bura. Görək dostlarım, ikinci görevimizi nə verəcək? Bu videonun dostlarım bu yerində videonu dayandırıb aşağıdan kanala like atıp abone olmağı unutmayın və Instagram səhifəmdəki follow basmağı unutmayın. İndi keçək üçüncü görevimizə. Gələcək məktub. Mənim göstərişim bir kağız və qələm götür. 5 yıl sonraki özünə 16 yaşındakı sənə bir məktub yaz. Bu gün neçə abunəsin olduğunu və gələcəkdə hansı kanala sahib olmaq istədiyini qeyd et. Məktubu qatla və gizli bir yerə qoy. Sən nə edirsən yazarkən vaziyəm, neysə. Bunlar boş şeylər. Yeni dostlarım, gedək bir kağız, bir də qələm gətirək, gələk. Haydi, dostlarım, artıq gəldim. İndi dostlarım, nə yazaq? İndi dostlarım, nə yazaq? Hələ baxın, dəftərim boşdur. İndi başlayaq dostlarım, nədən başlayaq? Nətər yazaq? Salam 5 il sonraki Davud. Belə yazın. Dostlarım, mən yazım, gəlim, sizinlə birlikdə sonra oxuyaq. Dostlarım, artıq məktubumu yazıb qutardım. İndi dostlarım, izninizlə oxuyuram. Salam 5 il sonraki 17 yaşındakı Davud. Ümid edirəm 5 il müddətində YouTube'u bırakmayıp videolar çəkərək 100 min abunə olmuşsan. Əgər olmamısansa, heyif əziyyətindən. Mən bunu sənə 13.02.2026-cı ildə yazıram. Sən məktublarımı 2031-ci ildə oxuyacaqsan. İnşallah həmin vaxtda 100 min abunə olaraq. Sağ ol 17 yaşındakı Davud. Bu qədər yazdım. İnşallah bunu 17 yaşımda da ki oxuyaram, açaram, baxaram, saxlayaram məktubu. İndi dostlarım, keçək üçüncü görevə.
Hop dostlarım, indi üçüncü corabımızı oxuyuram. Üçüncü tapşırığımız yəni ki, mən sənə neysə bu səhv bir şeydir. Get mətbəxdən və ya otaqdan 5 dənə eyni olmayan əşya götür. Məsələn, bir kitab, bir yastıq, bir boş stəkan, bir ayaqqabı və bir pult. İndi bu 5 əşyanı üst-üstə elə düzməlisən ki, yıxılmasınlar. Amma bir şərtim var. Ən altda ən kiçik əşya olmalıdır. Əgər yıxılsa, alın sənə verdiyi cəza tapşırığını etməlisən. İndi dostlarım, mən gedim əşyaları tapım gətirim, görüşək. Bəli dostlarım, artıq 5 dənə əşyamız var. Bir dənə kablo. Bir dənə dostlarım belə bir şey. Bir dənə dostlarım belə qum saatımız. Bir dənə də içinə şeylər yığdığım bir şey. Və dostlarım, belə bir mənim uşaqlığımın maşını var. İndi dostlarım, deyirdi ki, ən aşağıda olsun da, ən kiçiyi. İndi gəlin belə yığmaya çalışaq. Dağılma. Təzən yada. Təzən orada düşmə də. Burada belə qalmalı. Məsələ belə bir şey deyək bəlkə. Sənə belə qoysan. İndi gəlin belə bir şey deyək. Oyda üstüsə deyil, nə qədər dostlarım. Heç bir fikrim yox da. Amma dostlarım belə bir şey qoyduq üstünə. Ondan belə qoysaq da. Tərpənmə. Oyda qalın, neyse dostlarım, sən belə bir şey deyək. Ən yaxşısı bayaq çəkin. Bayaq durdum ver. Neyse dostlarım, ne olur axı bu? Şimdi başka 5 tane kitap gətirimi qoymuş sizə deyim ki, tamamlandı. Oyda olmuyor dostlarım. Böyle bir şey ben çalışıyorum. Aha dayandı. Yok. Sen de dayanma ne oluyor? Ne olmuş axı? Mən sənə inanmışam. Olmadı dostlarım. İndicə də görək cəzamız nə olacaq? Məncə dostlarım cəzanı verməsin dostlarım. İstəmirəm çünki mən mesajlar silmişəm. İndi dostlarım cəzamız nə olsun? Mən deyəcəm. Duzlu su içəcəm dostlarım. Duzlu su görək nə olacaq? Bu arada dostlarım mən o işlədiyim yerləri biraz sürətləndirəcəm. Onu qoymağa çalışdığım yerləri sürətləndirəcəm. Alınmadığı yerləri. İndi dostlarım gedək cəzamızı etməyə. Haydi dostlarım, artıq duzlu suyumuzu gətirdim. İndi dostlarım gəlin duzu bir yerdə təkək. Az bir şey təkək. Bu qədər məncə bəsdir. Həm də dostlarım suyum da azdır. Çünki dostlarım düzü seçmək ziyanlıdır. Olmaz. Görək indi nə tər olacaq. İnşallah yaxşı olar. Amma deyəsən çox döydüm. Bu arada dostlarım duz su da həll olunur. Bunu görək qarışdırsaq həll ola bilər. Çox duz olacaq. Nə tər olacaq? Bayağı bir duzsudur. Dostlarım inşallah yesin olmaz. Çünki çox ziyanlıdır. Başladıq. Yallah. Bismillah. Və dostlarım təxminən heç nə qalmayıb da. Bizə sıxın bir şey qaldı. İzləyicilərimə görə dostlarım bu cəza dəyər. Həqiqətən dostlarım çox ziyanlıdır duzlusu. Amma neyniyək izləyicimə görə hər şey dəyər dostlarım. Neyse dostlarım, bir videonun da sonuna gəldik. Sizləri çox sevirəm, sağ olun. Yox, aşağıdan kanal like atıp abone olmağı unutmayın. Ve aşağıdan çıxan Instagram səhifəmdəki follow atmağı unutmayın. Ne diyebilirim dostlarım? Videolarımı izlediğiniz için size teşekkürlerimi bildirirəm. Sizləri çox sevirəm. Sağ olun, salamat qalın. Özünüzə yaxşı baxın.